Buraya bak, buraya bak, buraya bak. Ye gene maması, ye gelmişe. Nenenin gücünde, nenenin gücünde bir tür. Ayağı ikilir. Ağır ikilir. Öğreşti dayı. İncinin ilk dişi çıkmış. Büyükem olsun, belki olsun incinin dişi. Öyle. Atalı, analı büyüsün. Neneli, babalı. Halalı. Öyle. Hadi bakıyorum. Hadi. Ay sağ ol. Çok sağ ol. Mastelo. Ağzından öpür aşkım. Evet. İcazet verin. Şimdi adım tanıydı. İnci diye. Ha inci dedik. Daha önce inci dedik. Qəşəng sözlər deyin, çəkirəm. Büyük kız varsın. Dişi başı belki olsun. Özünə yoldaş gətirsin. Hə, çox sağ ol, çox sağ ol. Özünə bacı gətirsin, qardaş gətirsin. Bacı lazımdır. Hə. Biz təkcə olur. Hə. Hər ikisi olur. Yazıqlar. Bəs nədir? Xeyrisi nədirsə o olsun, nə deyə xeyrisi. Kimin ürəyinə böyüsün. Hə. Nənəli babalı. Nəvələrimizin hamısına qismət olsun. Amin. Biz də gələ yatıraq, yeyək, içək, söhbətləşək, qaşlaşaq. Kənardan duraq, baxaq, görək nətər eləyirlər. Gəlinlər özünü nətər aparır, kimə nətər baxırlar, kimə meynirlər. Öyrənək biz də yavaş-yavaş. Sağ olun. Siz nə deyirsiniz Südabə xanım? Günel xanım. Mən deyirəm onların deyəni deyirəm. Allahın əli küləyində olsun bana. Hamımızın. Evli eşikli olun. Gün o gün olsun, eviniz olsun, özünüzün. Yığışaq bura yox, sənin evine gelir. Çox sağ olun. Mehribanlığınızı Allah əlinizdən almasın. Amin. Qalan təşkil eləyir, Allah rəhmət eləsin. Az günü deyirdi, heç zat gətirməli, zat lazımdır. Amma uşaqlar bir-birini tanısın. Yarısı Suraxanda, yarısı bir-birinizi tanıyırsınız, o hər şey. Bəli. Həmişə belə yumuşaq deyək, gülək. Əzizlərin gəldilər təbrik eləmək. İnci bizim əzizimizdir də. Sağ ol, xalım, sağ ol, çox sağ ol. Ayşənin Afərin nəvəsidir. Hüseynin nəvəsidir. Bizim hamımızın o zəif yeridir. Biz onu... Allah rəhmət olsun. Şad olsun. Sağ ol, xalım, sağ ol. O qədər sevinərdi ki, elə deyirəm ki, dünyanın ən xoşbəxt olardı. Çox heyifdir, bugün Hüseyin görmədik. Allah rəhmət eləsin, ruhu şad olsun. Allah torpağı sarısı da ömür versin, xoşbəxt olun, qoşa qalın, oğullu qızlı olun. Allah inci balamıza. Xoşbəxt olsun ki, Hüseyinin ruhu şad olsun. Heç vaxt görür, heç vaxt bir kez qayıtmasın. Bilirəm ki, o şaddır. Çünki görür ki, onun ətrafında onun sevdiyi insanlar var, yaxınları var. Onu biz bilirik. Həmişə ruhu şad gəlsin, şad gəlsin. Belə xoş günlər sahi çox olsun. Allah bu mehribançılığı əlimizdən almasın, qonşuluğumuzu əlimizdən almasın. Başacan olsun, mehriban olun, qoşa qarıyın. Allah inci balamıza da qardaş nəsib qismət eləsin. Gələcək həmişə Sağ olsun. Deyir, Şəvkət nənələ saxlamaqdan elə həmişə belə yox. Allah bütün nənələrin nəvəyəni oynatmaqdan yorulsun. Allah o biri nəvələrə də qismət eləsin. Demirəm, yəni hər zaman nəvə saxlamaqdan yorulasın. O bizdə bir xoşbəxtlikdir. Allah hamısından xoşbəxtliyi qismət eləsin. Əsələrin nənə Ən xoşbəxtlik yoxdur. Başqa heç şey yox. Nə oynatmaqdan. Əlbəttə Allah. Amin. Cümləmizə qismət olsun. Hə, çəkirəm ki, xeyir daha verin də.
Allah canınızı sağ eləsin, ömrünüzü uzun eləsin. Allah Teala yanında sizi hörmətli eləsin, öz yanında da, el yanında da, bala. Buradan İnci'nin böyük bir olarak İnci'nin çox öpürəm bilsin. Onu çox istəyirəm. Yəni, ona da çox uzun ömür arzulayıram. Sağ ol bizi, sağ ol. Tez bir zamanda böyüyər, amma ən çox məni istəyər. Çünki mən ən çox onu istəyirəm, o da ən çox məni istəyər. Günay. Otu baba, hər nə görsən otu ye içi. Sağ olun. Buyurun bu sizin. Ay çok tamam. Dünya devi. Alçak diye bunda oturamayız. Alçak diye. Bize çarpmadı, bize çarpmadı. Təbrik edirəm incimizi. Böyük qız olsun, atalan büyüsün. İlk dişi də xeyirli olsun, mübarək olsun. Qəşək yeməklər yesin, meyvələr yesin. Amin, amin inşallah. Sağ-sağlam büyüsün inşallah, inşallah. Bütün uşaqlar, bütün balalar, bütün nəvələr inşallah. Asqazdan xan kimi nə yapmısan? Dur gözünü aç, cəmaət yığışıb gəlib səni görməyə. Tort kəsirik. Bunu görməyə gəldim də yatdım. Hə, yatsın biz bağlama. Adam narahat olur. Çok sağ ol. Vermem için. Gel belediye. Ödürüm. Ama
Son olaraq bu gözəl vloqu belə möhtəşəm bir hədiyyə ilə bitirmək istəyirəm. Hədiyyəni bizə Günay və Fatih təşkil ediblər, sağ olsunlar. Günay xalamın gəlinidir, Fatih də onun balasıdır. Belə bir hədiyyə heç gözləmirdim açığı, çox sevindim. Çünki artıq 6 ay tamam olur İncinin və bu da o deməkdir ki, əlavə qidaya keçid edirik. Əlavə qidaya da keçid etdiyimiz üçün belə qəşəng, rəngarəng qablar çox sevindirdi məni həqiqətən. İnşallah sağlıqla istifadə eləyərik.